Bugün hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub. Məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarına ömürlük, digərlərinə isə bir neçə il azadlıqdan məhrum etmə cəzası verilib. Xocalı soyqırımın 44 günlük müharibə dövründə Gəncə, Bərdə və digər şəhərlərin raket atəşinə tutulması, həmçinin işğal illərində törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin əsas təşkilatçıları və icraçıları kimi məsuliyyətə cəlb edilmişdilər. 5 il öncəyə kimi Azərbaycanlıların qanına əli batmış, təqsirləndirilən 15 nəfərə bir il idi ki, bu zalda məhkəmələri davam etdirilirdi. Bugün bu zalda daha ağır sükut olacaq. Çünki dırnaqarası qondarma rejimin rəhbəri Arayik Artunyan və digər 14 nəfərlə bağlı bu zalda məhkəmə son qərar verəcək. Onlara hökm oxunması gözlənilir. Bugün Bakı Hərbi Məhkəməsində bir ildir davam edən prosesdə təqsirləndirilən 15 erməni vətəndaşla bağlı məhkəmə son qərarı verdi. Hökmə əsasən təqsirləndirilən Arayik Artunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olundu. Onlar 1500 də cinayət işinin içərisində 2500 də epizodda təqsirli bilinirdilər. Bir il davam edən məhkəmə bugün 15 nəfər təqsirli bilinən erməni vətəndaşı barədə son qərarı verdi. Dırnaqarası qondarma rejimin rəhbəri Arayik Artunyan və digər 4 təqsirləndirilən erməni vətəndaşı ömürlük azadlıqdan məhrum etməklə digər 10 nəfər təqsirli bilinən erməni vətəndaşlar isə müxtəlif cəza almaqla azadlıqdan məhrum edildilər. O 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində həbs edilərək Bakıya gətirilmişdi. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Artunyan Arayik Vladimiriyə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Artunyan Arayik Vladimiri cəzasını həbsxanada çəksin. Cəza çəkmə müddətinin başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 3 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi. Təqsirləndirilənlər Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Digər erməni müttəhimlər də verilmiş ittihamlarda təqsirli bilinib. Arkadi Kukasyanla Bakov Sakyan ayrılıqda 20, Madat Babayan, Melikset Paşayan 19, Qarik Maritosyan 18, David Allahveryan 16, Vasili Begloryan və Gurgen Steperayan, Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən elan olduğu andan həbsdə saxlanılan məhkumlara isə hökmün sürəti verildiyi andan 20 gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Ömürlük azadlıqdan məhrum etmiş, cəzasına məhkum edilmiş şəxslər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən əfv haqqında vəsadat qaldırmaq hüquqlarına malikdirlər. Onlar ölkəmizə qarşı hərbi təcavüzlər, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq, həmçinin digər ağır ittihamlarla təqsirləndirilirdilər. Bugün Bakı Hərbi Məhkəməsində oxunan hökm təkcə 34 ildən sonra ağır cinayətlər törətmiş şəxslərin qanun qarşısında cavab verməsi deyil, eyni zamanda beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanan ədalətin bərpası kimi qiymətləndirilir. Rəşad Vəkiloğlu, Pərviz Bişov, Space xəbər.